Əgər bir namazın ruhunda Qüds dərdi yoxdursa, Fələstin dərdi, Yəmən dərdi, Suriya dərdi, Qətif dərdi yoxdursa, Nigeriya dərdi yoxdursa, Somali dərdi yoxdursa, o namaz deyil. Yəni bizim namazımız, orucumuz, xumusumuz, zəkatımız, cihadımız, həccimiz, əmr bil mərufumuz, nəhyənil münkərimiz hamısı nəyə xidmət eləməlidir? Təvəlla və təbərraya. Allahın düşmənləri ilə düşmən, Allahın dostları ilə dost olmağa xidmət eləməlidir. Yəni bu ibadətlər o ibadət üçün nədir? Müqəddimədir. Buyurur ki, ey Musa, mənim üçün neynəmsən? Həzrət Musa buyurur ki, namaz qılmışam. Allah buyurur ki, namaz qılmışsan, səni pisliklərdən çəkindirir. Deyir, Allahım, oruç tutmuşam. Deyir, oruç tutmuşsan, cəhənnəmlə sənin aranda oruç bir sifərdir. Deyir, xumus vermişəm, zəkat vermişəm, deyir, malı təmizləmişsən. Deyir, həccə getmişsən, misal üçün, deyir, vacibəti yerinə getirmişsən, savab qazanmışsan. Sayır Həzrəti Musa, nə qədər salih əməllər var, sayır. Allah buyurur ki, xeyr, heç birisi deyil. Onlar hamısı sənin özün üçündür. Deyir, Allahım, bilmirəm, sən daha yaxşısını bilirsən. Deyir, ya Musa, əgər mənim üçün dostluq eləmsənsə və mənim üçün də düşmənçilik eləmsənsə, bu mənim üçündür. Əgər dostun da, düşmənin də mənim üçündürsə, mənə görədirsə, sənin bu ibadətin mənim üçündür.